Son günlərdə Suriyədə yeni hakim Əhmədülşəra ilə Məzlum Əbdi SDG ya Suriye'nin demokratik güçləri tərəfindən bir anlaşma imzalandı. Qısa və 8 maddəli bir anlaşma. Amma bu anlaşmanın ilginç bir tərəfi vardı. Hər kəs bu anlaşmadan bir istisna ilə razı idi. Suriye'nin iç gücləri, yəni Əhmədülşəra və Məzlum Əbdi ki, anlaşmanı imzalamışlar. Və bu imza ilə öz rizayətlərin və himayətlərin o anlaşmada göstərmişlər. Gələn dəqiqələrdə bu razılaşmanın səbəblərini açıqlayacağım. Suriye'dən xaric və ya dışarıya çıxanda ilk növbədə Türkiyənin razılaşması idi ki, Türkiyə yetkililərin reaksiyasından onların rizayətdə bitirdiyi belli olur. Amerika'nın razı olması da bu arada göze çarpır. Çünkü Amerika'nın güvenliği altında ve vasitəsilə Məzlum Əbdi Şama ya Dəməşqə gətirilənib və orada bu anlaşma Əhmədülşəra ilə beraber imzalanmıştır. Yani Amerika'nın rizayəti de burada aydındır. Bu anlaşmadan himayet eden uluslararası organlar himayet etmişler. Avrupa devletleri tarafından himayet olmuş ve geniş vasitede iç savaşı Suriye'de alovlanmasın diye bu anlaşmaya olumlu bakılıptır. Ama dedim ki bir istisna ile. O istisna İran rejimidir. İran rejimi Suriye'de yeni kurulan merkezi devleti sıkıntı altına koysun diye SDG ile veya Kürtler ile işbirliğine girmek istirdi ki bu vasıtayla Suriye'deki yeni merkezi devleti sıkıntıya koysun. Ama bu anlaşmanın imzalanması Kürtler tarafından veya Məzlum Əbdi tarafından İran rejiminin Suriye'de böhran yaratmasına herhalde bir engeller törətmiş oldu. Ama en büyük sual bu anlaşmanın 8 maddesine baktığımızda ve o 8 madde hər kəsi razı eləmişsə deyə nəzərə aldığımızda anlaşmanın bir türlü özel olmasını göstərməkdədir. Yəni adını çəkdiyim fərqli kəsimlər, o cümlədən Suriye'nin iç kəsimləri, o cümlədən geçici Cumhurbaşkanı adlanan Əhmədülşəra və bir tərəfdən də Məzlum Əbdi SDG tərəfindən. Acaba bu 8 maddədən nə vardır ki, hər iki tərəf rizayetle bu anlaşmanın altını imzaladılar. Bir başka taraftan ve başka sual Türkiye'nin bu anlaşmadan razı olmasıydı. Türkiye'nin hedefi Suriye'nin bölünməməsi, eyni halda Suriye'de bir federal devletin kurulmaması ve ister istemez Suriye'de bir uniter devletin kurulması için siyaset yürütmektir. Bu anlaşma eğerse Türkiye'ni razı edir, Türkiye adın çəkdiyim hədəflərə varmıştır ki, öz razılığını bu anlaşmadan göstərmişdir. Birinci sualı ki, hər bir zehndə fikirdə formalaşır. Budur ki, necə ola bilər ki, fərqli kəsimlər çarpıcı təfavütlərlə öz istəklərinin gerçəkləşməsini bu qısa 8 maddəli anlaşmada görürlər. Yani hem Suriye'nin yeni iktidarı Əhmədülşəra, hem SDG, hem de Türkiye ki bunlar birbiriyle bir türlü istek ve hedeflerine baktığımızda birbirinden çoxlu fərqlənirlər. Ama her üçü de yazılan anlaşma ile razıdırlar. Eyni halda Amerika'da dediğim kimi bu anlaşmadan razı çıkmıştır. Bu anlaşmanın analizinde birinci faktör ki fərqli tərəflər bu anlaşmaya müsbət baxırlar. Hər bir tərəfin özünə aid təfsiridir. Yəni hər tərəf bu anlaşmadan özünə bir müəyyən tərif və təfsiri vardır. Mesela Türkiye onu uniter devletin quruluşuna cəhət bir anlaşma kimi görür. Əhmədülşəra bu anlaşmanı Suriye'nin bütövlüyü ve öz iktidarını Suriye'de hakim kılması kimi görür. SDG ise bu anlaşmada Kürtler bir toplum, bir millet olarak gelecek Suriye hakimiyetinin kuruluşunda özlerine bir pay kazanmasını kimi görürler.
Amerikanın razılığı ise bu anlaşmadan hem Suriye içinde Suriye siyasi güçlerinin birbirine yakınlaşması, anlaşması, müzakeresini görür. Eyni halda harici devletlerin ve hatta o cümleden Türkiye'nin Suriye'ni terk etmesine bir yol açması kimi görür. Ve bu 8 maddeye baktığımızda da adın çəkdiyim təxminlər və fərqli kəsimlərin tələbləri bu 8 maddədə bir türlü gözə çarpmaqdadır. İndi isə biraz da varılan anlaşmaların maddəsini gözdən keçirsək, daha aydınlaşır ki, bu fərqli kəsimlər necə bu anlaşmadan hamısı bərabər razı çıxmışlar. Birinci maddə tamam Suriyelilərin, onların dini və ya etnik bağlılıqlarına baxmayaraq Suriye'nin siyasi süreçlərində və devlət quruluşunda iştiraklarını diqqət mərkəzinə alır. Bu maddəyə baxdığımızda bir demokratik devlət quruluşunda normal bir məqsəd olabilir və təfsirə də açıq bir maddədir. Orada Suriyelilərin hüquqi və devlət orqanlarında iştirak etmə və siyasi sürecdə müdaxilə etmə və orada yetənəkli əsas götürmə hər bir normal devlət quruluşuna qəbul olur bir maddədir. Suriyəni bir bütöv dövlətə çevirən bir maddədir. Ama ikinci maddəyə baxdığımızda Kürt toplumu Suriye devletinin ayrılmaz bölümü sayılmalı ve orada vətəndaş hakları ve anayasal haklar Kürtlər için rəsmiyyətə tanınması diye qələmə verilibdir. Bu ikinci maddə çox diqqət çəkici maddədir və demək olar ki, SDG'nin istəyi və tələbi gələcək Suriye devlet quruluşunda bu maddədə bir türlü əks olmuştur. Niye ki, burada Kürtlər bir toplum kimi qəbul olunması, bir tərəfdən də yalnız vətəndaş haqları deyil, tamam anayasal haqlar gələcək Suriye devleti quruluşunda hesaba alınmalıdır deyə qələmə verilibdir. Bir uniter devlətdə bugün klasik formatda vətəndaş haqqının gəlməsi belə bir klasik uniter devlətin quruluşuna yeterli sayılabilir. Ama burada yalnız vətəndaş haqları değil, tamam anayasal haqlar da Suriye'nin gələcək anayasasına daxil olması diqqət mərkəzinə alınır. Anayasal haqlara gəldiyimizdə həm bireysəllər, fərdlərin haqqı, yəni vətəndaş haqqı, bir də kollektiv haqlar, ya toplumsal haqlar bugünkü uluslararası hüquqda aydınca qeyd olmuşdur. Yəni bu maddədə Kürtlər eyni halda ki vətəndaş haqqına malik olacaqlar, bir Kürt toplumu kimi, necə ki qeyd olub bu ikinci bənddə, toplumsal və ya kollektiv haqlardan da uluslararası hüquqda qeyd olan kimi faydalanmağı hədəf tutmuşlar. Və bu hədəfi gerçəkləşdirmək üçün yalnız söz deyil, bəlkə bugün bəzi qaynaqlara görə 60 min və bəzi başqa qaynaqlara görə 100 min əskəri gücə malik bir bölgə kimi Suriyədə durmaqdadır. Və istər-istəməz gələcək anayasalın yazılmasında bu gücdən o kollektiv haqqın Suriye'nin anayasasına daxil olmasına istifadə edəcəkdir. Əlbəttə burada bir soru işarəti yerində durur. Yəni baxdığımızda Əhməd-ül-Şəra bir uniter devlətin və yapının tərəfdarıdır. Bir gün Kürtlərin kollektiv haqq tələb etməsində bu istək hara vara bilər deyə düşünmək lazımdır. Yəni hətta demək olar ki, Suriye gələcəkdə bir iç savaşına məruz qalma bir şəraitini bugündən görmək olur. Əgərsə Duruzilərin durumunu və hətta Ələvilərin şəraitini də nəzərə alırsaq və Əhməd-ül-Şəranın İsrailin hücumlarında Suriye ordusunun məhv olmasına çalışmalarını nəzərə alırsaq, gələcək Suriye'də siyasi dəngənin qurulmasına əlbəttə ki, çətinliklər indidən gözə çarpır. Və istər-istəməz bu dəngəsizliyin sonucu Suriye'də bir daha iç savaşına yol açabilir. Üçüncü maddədə tamam Suriye ateşkəs tələb olur və bu istər-istəməz
bugünkü Suriyədə mövcud güclərin hamısının ən azı nəfəs almasına bir şərait yaradır. Dördüncü maddə isə yine bir ilginc nöqtəsi vardır. Dördüncü maddə SDG hakim olan bölgələrin mədəni və əskəri güclərini dövlət idarəsinin sisteminə keçirməsi tələb olur. Bu əlbəttə dövlətin bütövlüyünü təmin etmək üçün əhəmiyyətli bir maddədir. Amma bu maddənin içində bir başqa önəmli də faktor kütlər üçün var. Kütlərin hakim olan bölgədə sivil və ya əskəri varlığı dövlət orqanlarına çevrilirsə, bu inteqrə olmaq Kürdlərin əskəri və sivil gücünü onlardan almaq mənasına gəlmir. Bəlkə onların siyasi, sivil və əskəri gücü bölgədə legal bir dövləti orqanlara çevrilir. Və bu vasitə ilə mövcud siyasi və əskəri güclər Suriye dövləti çərçivəsində siyasi və əskəri güclər hesab olur və xarici dövlətlərin müdaxiləsini Suriyenin içində əngəl törədir. Yəni burada Türkiyənin Suriyenin iç məsələlərinə müdaxilə eləməyə bir maddə yazılmışdır. Amma görünür ki, bu maddə Türkiyənin iqtidarı gözündən qaçmış bir durumda kimdir. Baxmayaraq ki, bu anlaşmaya varılandan sonra da Türkiyənin Suriye sınırları içində əskəri hərəkat hələ də davam etməkdədir. Və 7-ci maddədə də, yəni ölkənin bölünməsinə qarşı bərabər mücadilə aparma, əlbəttə bu istər-istəməz həm mərkəzi dövlətin və həm Türkiyənin tələblərini təmin edən bir maddə kimi bura qeyd olunmuşdur. Adın çəkmədiyim maddələr haqqında da həm sözü uzanmasın deyə və həm o maddələrin önəmsizliyi üçün o maddələrə toxunmadım. Siyasi təcrübə olaraq bu 8 maddəlik anlaşma siyasətin çətrəfilliyini və mürəkkəbliyini hər kəsə göstərməkdədir. Fərqli kəsimləri fərqli, çox çarpıcı təfavütlərlə bir araya gəlib bir mətni də anlaşmaları özü siyasətin mürəkkəbliyini bizə göstərməkdədir. Bu 8 maddənin içəriyi nə varsa mövcud məsələnin görünən tərəfidir. Məsələnin görünməyən, amma ən önəmli tərəfi siyasi və əskəri varlıq və o varlıqların arasında bir dəngənin qurulmasıdır. Yəni bu arada Suriyenin mərkəzi dövləti, SDG gücləri, yəni Kürdlərin tələbləri və gücləri, Türkiyə dövləti, Amerika və İsrail arasında qurulan dəngənin sonucu Suriyenin gerçək üzünü və siyasi durumunu və sürəclərini gedişatda hər kəsə göstərəcəkdir. Vaxt ayırıb və məni dinlədiyi üçün təşəkkür edirəm.